Rol üçün şirlə döyüşdü. Ruhi dispanserdən birbaşa şöhrətə uzanan yol. Heydər Əliyev Rasim Balayevə nə demişdi? Ötən həftə xalq artisti, Azərbaycan kinosunun nəsimisi Babəyi olan Rasim Balayevi itirdik. Ölkə az onun haqqında maraqlı faktları bir araya toplayıb. 1948-ci il avqustun 8-də Ağsu rayonundan anadan olub. Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi. Amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranmışdı. Sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O ilk dəfə Bakı Kino Studiyasında Ulduzlar Sönmür əsərində kiçik bir rolda çəkilib. Oynadığı Nəsimi, Babək və Dədə Qorqud filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. Aktyor gənc yaşlarında davaya qarışır və xuliqanlığa görə 100 gün Gəncədə həbs yatır. Həmin vaxtlardan danışan sənətkar həbsin ona həyat dərsi olduğunu deyirdi. Nəsimi filmindəki roluna görə ən yaxşı kişi rolu mükafatına layiq görülüb. O kinoda birinci baş rolu ilə bütün ölkədə tanınmışdı. Necə deyərlər, Rasim Balayev bir səhər oyandı ki, bütün ölkədə məşhurdur. Aktyor 34 yaşında artıq Azərbaycanın xalq artisti idi. Onunla bağlı maraqlı faktlardan biri də bir müddət psixodispanserdə olmasıdır. Atasının ölümündən sonra ruhi sarsıntı keçirən Rasim artıq həyatdan əlini üzmüşdü. Bu vaxt ikinci oğlu dünyaya gəlir. Rasim Balayev xəstəxanadan xəbər göndərir. Oğlanın adını Asim qoysunlar. Ölsəm adının əvvəlinə R hərfi əlavə edərsiniz. Rasim Balayev dispanserdə ruhi çırpıntılar yaşayarkən rejissor Həsən Seyidbəyli və yazıcı İsa Hüseynov Nəsimi roluna aktyor axtarırdılar. Həsən Seyidbəyli Nəsimi rolunda Rasimi çəkməkdə israrlı olsa da, aktyor ömrünə az qaldığını deyərək əvvəlcə razılaşmır. Onun Nəsimi filminə təsdiq edilməsi həyatını xilas edir. Rasim Balayev kino tariximizin ən riskli və uğurlu kastinqi hesab edilir. Məşhur filmdə Nəsiminin ayaq dərisinin soyulması səhnəsində rejissor Rasim Balayevi tapa bilmədiyinə görə həmin səhnədə işıqçının ayağı çəkilib. O, çəkiliş zamanı harda olması barədə suala cavab olaraq bazara qarpız almağa getdiklərini söyləyir. Rasim Balayevin aktyorluğunu təkcə sadə insanlar yox, ümummilli lider Heydər Əliyev də çox bəyənirdi. Ona fəxri adlar verən, maşın, ev hədiyyə edən də məhz Heydər Əliyev olmuşdu. Mənim Respublikanın rəhbəri ilə ilk şəxsi görüşüm isə 1976-cı ildə baş tutdu. Heydər Əliyev mənim məşhur sınayıcı nəzərləri ilə başdan ayağa süzdü və dedi: "Cavan oğlan, mən sənə əməkdar artist adını vermək qərarına gəlmişəm. Amma sən zəhmət olmasa diqqətli ol, öz üzərində işlə və yorulub usanma. Necə deyərlər, şöhrət başını gicəlləndirməsin." Bu sözlər hələ də xatirimdədir. Hətta ikinci dərəcəli rollarıma belə mən həmişə eyni məsuliyyətlə yanaşmışam. Rasim Balayev müsahibələrinin birində demişdi ki, Heydər Əliyev Babək rolu üçün ona arıqlamağı tapşırmışdı. Uğurlu rollarından sonra gənc Rasimə hər yerdən sevgi etirafları gəlirdi. Aktyor həmin sevgi məktublarından bəzilərini saxladığını deyirdi. Simiyə çəkiləndə artıq mən evli idim və 2 uşağım vardı. Bu biraz qabağıma aldı, yoxsa biabırçılıq olacaqdı. Ola bilsin ki, mən evli olmasaydım bir məktuba müsbət cavab verə bilərdim. Dədə Qorqud filmində Beyrək obrazını canlandıran Rasim Balayev çəkilişlər vaxtı özü istəməsə də əsl şirlə döyüşüb. Bu barədə danışan aktyor deyirdi ki, şir həmin filmə görə ondan daha çox qonorar alıb. Dedilər ki, sən şirlə çağır. Dedim, dedim, ana, sən canım o epizodu dəyişdir. Yox, deyirəm ki, deyirəm, baxın, o şir, ev şiri. Gündən bir gün dedilər ki, düş aşağı, sən partnyoruğu gətirmişsən. Dedim, görüm ki, şir oturub şeyin içində. Özü hamıya diqqətlə baxın. Hadi belə açdım, baxdım. Deyirəm, sən o, deyəsən, fikirləşir ki, bunun harasından başlayır. Dekorasiya qurdular. Özü bir dənə də belə deşik var. Mənə saldılar, bir dənə də kişi gəldi. Çıxmağa zara yerdir. Tofiq Tağızadə vardı rəhmətli rejissor. Yuxarıdan mikrofonla deyir ki, "Ara, qorxma. Beyrək, qəhrəmandır, sənin üzündə qorxu hissi var." Dedim, oradan mənim nənəm nə deyəlim. Dədə Qorqudda ox atma səhnəsində Rasim Balayev səhvən həmkarı Şəfqə Məmmədovanı yaralamışdı. Oxu nətər atdımsa Şəfqə xanımın qoluna dəydi. Qolu qanadı. Yaxşı ki, gözünə girmədi. Sonra dedi, sən bunu qəsdən eləmsən. Dedim, qəsdən niyə eləyim ki? Oxdur da başqa tərəfə atırdım, ora gəldi. Bir çox aktyordan fərqli olaraq Rasim Balayev rejissorluğa həvəsi və istedadının olmadığını deyirdi. Xalq artisti vaxtı ilə Tamada kimi toylara dəvət edildiyini, lakin ehtiyacı olsa da bundan imtina etdiyini söyləyib. Sənətkarın ən yaxın dostlarından biri də xalq artisti Alim Qasımov olub. Xanəndə Rasim Balayevin öldüyü gün yazırdı ki, sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur.
Xalq artisti Kəramət Böyükçola verdiyi müsahibədə keçirdiyi çətin günlərdən danışarkən demişdi ki, prezidentin verdiyi təqaüd mənim şəxsiyyətimi qoruyur. Rasim müəllim mənə dedi, bala, o qədər olub ki, bu çayxanada çay içmək üçün 3 manat pul tapmamışam. 3 manata görə elə adamlara ağız açmışam, mənə kömək etməyiblər. Mən belə şeylərə görə deyirəm ki, prezidentin verdiyi təqaüd mənim şəxsiyyətimi qoruyur. Rasim Balayev istər həyatı, istərsə də yaradıcılığı ilə kino kimi adam idi. O, sənətdə yeri doldurulmayacaq Azərbaycan kinosunun sütunlarından idi. Ruhun şad olsun sənətkar. Yaş belədir ki, bir gün varsan, bir də gördün, sabah yoxsan. Aslında belə deməyin, hər yaşın özünə uyğun bir rolu var. Xeyr. Nə bilim, mənə elə gəlir sizi... Xeyr, yaşasın gənclik, cavanlıq. Və məndən sizə əmanət, gəncliyinizin qədrini bilin. Adam sağlamlığı itirəndən sonra sağlamlığın qədrini bilir.